Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində 2 nəfər arasında dava düşüb. Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Zahid Baloğlanov təyyarədən düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, təyyarə Bakıya eniş edərkən onunla digər sərnişin arasında insident yaşanıb. Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib, onun sərxoş halda olması müəyyənləşdirilib. Xəzər rayon məhkəməsinə göndərilən Zahid Baloğlanov törətdiyi xətanı qismən etiraf edib. Ankara-Bakı aviareysi ilə uçub Bakıda hava limanına eniş etdik. Oturduğum yerdən qalxıb çıxmaq istəyərkən yanımda əyləşmiş digər sərnişin tez keçmək üçün məni itələdi. Bu zaman həmin sərnişinlə aramızda narazılıq oldu. Bakıya gəlməmişdən öncə Ankara aeroportunda biraz spirtli içki qəbul etmişdim. Təyyarədən düşəndən sonra həmin sərnişin məndən şikayət edib. Bundan sonra məni polis şöbəsinə gətirdilər. Müəyyən səbəblərdən 4 gün yuxusuz olduğumdan gərgin idim. Əsəblərimi cilovlaya bilməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verdim. Məhkəmənin qərarı ilə Zahid Baloğlanov 4 günlük həbs olunub və dekabrın 31-i sərbəst buraxılıb.